10-cu sinfi qutaran kimi mən ailə qurmuşam. 10-cu sinfi qutaran kimi. Görmədən, 15-16 yaşınız olub da sözsüz ki. görmədən, sevmədən, Lətafət. Görməmisiniz. Bəli, bəli. Görmədən, sevmədən. Yəni, göz açmışam, yəni balalarımın atasını görmüşəm, el adəti ilə. Yəni, o cür mən ərə getmişəm, ailə qurmuşam. Amma sonradan onu, o şeydə deyir, sonra sevərsən də. Sonra sevdiniz. Hə. Yəni, bilmirəm, mən inanırsan ki, mən onda hələ bilmirdim ki, sevgi nədir. Amma bilmirdim, mənə elə gəlir onu sevirdim. Heç uşaqlıq yaşamadınız, gənclik yaşamadınız. Yəni, nə sevgi yaşamışam, nə deyim ki, elə ancaq göz açmışam, 10-cu sinfi qutaran kimi, mənə ərə veriblər, görmədən, öz ailədən. Mən inan ki, nişanlımı 4 ay sonra görmüşəm. Təsəvvür eləyin. Çünki elə bir mühitdə yaşayırdıq ki, yəni ki, atam deyirdi, nə, nişanlıdır, mən elə şeyə yol vermərəm, bunlar geçsinlər, görürsünlər, qoymaram. Yəni ki, qız nədir, instituta girmək nədir, oxumaq nədir, qız nədir, geçsin özü, sevsin, gəlsin, desin, mən bunu sevirəm, mən buna ərə gedim. Ata, ana kimə verdi, elçi gəldilər, belə bir mühitdə yaşamışam mən. Təsəvvür elə, mən çıxdım, getdim atamın, yəni ailəmin istəyi ilə, sən bu oğlana gedirsən. Görmədən, tanımadan. Mən getmişəm ərə. Amma sonra onu elə sevdim ki, çünki göz açıb onu görmüşəm. Elə sevdim ki, elə indiyəcən də elə mən fikirləşirəm ki, insanın elə sevdiyi balaların atası olmalıdır. Mənim üçün sevgi budur. İndi az yaşım yoxdur. Mən nələr yaşamışam. Bu həyatda nə çətinliklər görmüşəm. Mən fikirləşirəm ki, sevgidir, bunlar hamısı boş, əfsanə, boş şeylərdir. İnsanın, indi mənim fikrimdir. İndi hərənin öz fikri var. Sevgi odur ki, o insan sənə hörmət eləsin. Sevgi odur ki, o sənin dar günündə, çətin günündə yanında olsun. Mənim üçün, mən sevgini belə anlayıram. Bax, indi. Bəlkə də onda soruşsaydın o vaxtlarda, 25 il, 30 il bundan əvvəlki mətanətdən soruşsaydın, bəlkə də ayrı o cür cavab verərdim. Amma indi mən belə başa düşürəm. İnsan ancaq ailəsini sevməlidir. Balalarının atasını sevməlidir. Ailə müqəddəsdir. Ailədən müqəddəs həyatda heç nə ola bilməz insan üçün. Çünki bunu başı çəkən bilməlidir. Bunu məndən soruşa bilərsən. Amma özünüz boşandınız. Mənim kimi qadınlardan soruşmaq lazımdır. Mənə elə gəlir ki, bütün qadınlar o cavabı verəcək. Bax, mən həyat yoldaşımı 25 ildə ayrılmışdım ondan. Mən o rəhmətə gedəndə, Lətafət xanım, elə bildim ki, bir evladımı itirmişəm. İndiyəcən də o mənim yadıma düşəndə ağlayıram. Hər namazımda onun üçün dua eləyirəm. Nəsə özünüzü bağışlamırsınız onunla bağlı, Mətan xanım? Əzab çəkirsiniz. Bir sir qalıb aranızda. Çox danışmaq istəmirəm. Ona aid olan nə var ha? Mənim üçün elə doğmadı ki, bax, o məndən sonra evləndi də başqa bir ailəsi var. Mən amma ərə getmədim.
Onun bu saat oğlu. Elə bilirəm ki, mənim öz evladımdır. Çünki onun yadigarıdır. Təsəvvür elə. Elə bilirəm ki, o da mənim balamdır. Ona qədər çox istəyirəm ki, elə bilirəm balamdır mənim. Həyat yoldaşı da mənə elə bir doğma gəlir. Ona aid nə varsa mənə doğma gəlir. Mən bunu belə başa düşürəm ki, insan ancaq ailəsini sevməlidir. Yəni, halalın olmalıdır. Öz halalın. Nəyə görə evlənəndə deyirlər ki, sağlıqda, çətin gündə, xəstəlikdə sən bunu ilə birgə yol getməyə razısanmı? O deyir, hə, razı. O elə belə sual deyil. Sən onları gözün qabağına götürməsən. Axı, Allah səni imtihanlara çəkir. Niyə çətinə düşəndə sən həyat yoldaşını atıb getməlisən ki? Axı, bu sənin sınağındır. Sən ona döz ki, Allah sənə onun mükafatını versin. Mətal xanım, siz çətinə düşdünüz. Bəs nəyə görə ərə gedəndə mənə bibilərim deyirdi ki, qızım, mən uşaq idim, 10-cu sınıfı qurtarmışdım, heç də görməmişdim həyatda, heç nə ağlım kəsmirdi. Bibilərim mənə deyirdi ki, qızım, nənələrim, bibilərim, anam, bir bibim vardı, deyirdi ki, qızım, ərə gedirsən, bax, evlərdə adama qan utdururlar. Mən elə bilirdim ki, doğrudan da qan utdururlar, elə bilirdim, uşaq idim axı. Deyirdi, evlərdə adama qan utdururlar, ha, bax, döz ha hər şeyə. Mən dözürdüm hər şeyə dözürdüm. Axı, təkəm axı, gərək axı, yoldaşım da bərabər məndən dözəydi axı. Qorumadı sizi. Gücü çatmadı qorumağa, gənc idi, o da gənc idi. O da ailəsini qorumağa gücü çatmadı. Mən ona dedim, gəl gedək məndən bərabər. Gedək ev tutaq, gedək mənim atamın evində qalaq. Atamın həyətində qalaq. O devir elə devir idi ki, deyəcəkdilər ki, o deyəcəklər sözü bizim evimizi yıxıb. Deyəcəklər ki, getdi arvadın evinə girdi. Nə olacaq ki? Dedim, gəl gedək bizim bərabər qalaq bir yerdə. Sonra mən oxuyuram, ev də alacağıq, əl-ələ verək, mənə kömək ol, əl-ələ verək. Həmişə bu toylara mənlə gedirdim mənim həyat yoldaşım. Özü onun, Allah şahidimdir ki, mən onun razılığı ilə gəlmişəm bu sənətə. O icazə verməsəydi mən gəlməzdim. Yəni, mən belə tərbiyə görmüşəm ki, ər nə dedi, ərin sözünə baxmalısan, ərin sözündən çıxmamalısan. Mən belə tərbiyə görmüşəm. Amma o, bax, Allah şahidimdir, bax, qaynanam da özü bəlkə indi qulaq asır, yəni keçmiş qaynanam. Onlar mənə razılıq verdilər. Qaynanam da razılıq verdi, həyat yoldaşım da razılıq verdi ki, çünki mən evdəki oxuyurdum, mən uşağım üçün həmişə lay-lay çalanda üzr istəyirəm tamaşaçılardan. Mən həmişə dizlərimin üstünə qoyurdum, balam üçün, Kərim üçün lay-lay çalırdım belə. Həmişə qaynanam ağlayırdı ki, nə gözəl səsim var.